Peyğəmbərin əxlaqından biri budur ki, Peyğəmbər bizə öyrədir ki, hər yerə çatsız çatın, amma hamıya insan gözü ilə baxın. Heç vaxt özünüzü özgələrdən üstün bilməyin. Hər vaxt özümüzü özgələrdən üstün bilsək, hər libasdayız, hər məqamdayız. Onda bilək ki, bizim əxlaqımız cəhənnəm əxlaqıdır, insan əxlaqı deyil. Qul ennəma ənə bəşərun mislukum. Mən də sizin tarzım. Heç fərqim yoxdur sizin. Fəqət fərqim budur ki, mənə vəhy nazil olun. Yoxsa sizinlə məni yaradan birdir. Sizinlə mənim Allahım birdir. Əxlaq budur ki, heç vaxt özümüzü özgədən üstün bilməyək. Savadımız çoxdur. Dəlil budur ki, mənim insaniyyətimdə çoxdur. Düzdür. Pulum çoxdur, dəlil budur ki, mənim insaniyyətimdə çoxdur. Damım yaxşıdır, dəlil budur ki, mənim insaniyyətimdə yaxşıdır. O ki, bu çox mühümdür. Yəni, biz həyatımızda haqqımız yoxdur özümüzü özgələrdən üstün bilək.